birinci tələbat yaratmaq lazımdır o məhsula, əgər o məhsula tələbat yoxdursa. Mən dərslərimi yaxşı oxuduğuma görə müəllimlər həmişə deyir ki, bax Toğrul stomatologiyanı yaxşı bilir. Səbəbi də o idi ki, mən rus kitablarından oxuyurdum və o kitablar Tibb Universitetinin kitabxanasında satılmırdı, çünki tələbat ona yox idi. Və mən o yaxşı oxumaq reputasiyasının sayəsində tələbat yaratmış oldum ki, Toğrulun oxuduğu kitablardan biz də oxusaq, biz də daha uğurlu olarıq. Və məndən soruşurlar, hansı kitabdan oxuyursan? Deyirdim bu kitabdan. Hardan almısan? Mən əvəzinə deməkdən ki, get filan yerdən al, deyirdim ki, bax filan yerdə filan qiymətə satırlar. Amma mən başqa yerdən alıram. İstəsən pul ver, mən gedib yol üstü ilə alaram, sabah sənə gətirərəm. Və gedirdim onun topdan satılan yeri 28 may vağzalında topdan satılan kitab yeri var idi. Gedirdim oradan alırdım və o əsas satılan mağaza yerindən ucuz verirdim həmin tələbə yoldaşlarıma. Amma mən də pul qazanmış oldum. Yəni burada mənim qazanmağımın səbəbi o idi ki, məndə o məlumat var ki, bu plan yerdə daha ucuzdur, onlarda o məlumat yoxdur. Yəni bu prinsipin əsasında misal üçün dropshipping qurulur və dropshipping haçansa mən də oradan böyük pullar qazanmışam, o spinnerlər, fırlanan spinnerlər. Orada o vaxtlar misal üçün o trend olmuşdu. Mən onun Çindən satılan yerini topdan alıb Amazona yükləyirdim, Amazonun öz anbarına. Oradan Amerikaya misal çoxlu satışlar eləmişdim.